Gəncədə bıçaqlanma hadisəsi baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Veysel Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Əməliyyat olunub, vəziyyəti orta ağırdır. Bıçaqlanan şəxs Kəpəz Futbol Klubunun futbolçusudur. O, Turan Tovuz Futbol Klubundan transfer edilib. Faktla bağlı araşdırma aparılır. Kəpəzin mətbuat xidmətindən bildirildi ki, bəli, futbolçumuz Veysel Rzayev bıçaqlanıb, amma hadisənin səbəbi bəlli deyil. Hələ ki, bu barədə məlumat yoxdur. Futbolçumuzun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur. Daxili İşlər Nazirliyinə isə bildirildi ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür. Gəncə şəhər xəstəxanasından bildirildi ki, bugün saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs xəstəxananın nəzdində olan Akademik Məmmədov adlı xəstəxananın təcili tibbi yardım şöbəsinə gətirilib. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi xəstəxananın cərrahi şöbəsində davam etdirilir. Vəziyyəti orta ağırdır. Mehman Rzayevin atası Veysel Rzayev bildirib ki, hazırda oğlunun vəziyyəti yaxşıdır. Ciddi bir təhlükə yoxdur, sadəcə mən indi danışacaq halda deyiləm. Mehman Rzayev hadisənin necə baş verməsi barədə məlumata sahib olmadığını deyib. Hadisə barədə heç bir şey deyə bilmirəm. Nə vuran ortada var, nə də vurulan danışır. Yəni, heç bir informasiya əldə edə bilmirik, deyə o sözlərini əlavə edib. Son məlumata görə hadisə gecə saatlarında baş verib. Onun futbolçu dostu Nihat Fərəcini qorumaq üçün bıçağın önünə keçdiyi deyilir.